24 saat sadəcə sarı məhsullar yesəz nə baş verər? Sizə bunu göstərəcəm. Bu aralar məndən ən çox vaxt keçirdən dostum Sadiqdir. Səncə bu missiyanı bacaracam? Yox. Niyə? Xiyar, çünki su içmədən dayana bilmirsən. Onda gəl belə eləyək də. Mən bacarsam 50 manat verirsən. Bacarmasan bəs. Mən sənə 50 manat verirəm. Səhər yeməyimiz uşaqlar gördüyünüz kimi yumurtanın ağını ayırmışam, sadəcə sarısıdır. Amma bundan doymayacağıma görə Yeni Zelandiya kərə yağından da istifadə edəcəyik. Necə yeyəcəm bilmirəm. Murat, Yeni Zelandiya var, könlüm niyə yoxdur? Bu qədər bəsdir səncə? Ya bir ovuzda kişmiş qoya. Oyda! Çox bomba görsənir axı səhər yeməyim. İçin neyin üstü orada? Sadəcə sarı məhsullar yemək videosu çəkirik. İşten gelmişəm için bir 5 dəqiqə istən başımı qoyub dincəlim. Gedək uşaqlar, başqa yerə. Uşaqlar, özümü evdən atılmış hiss edirəm. Yeməyimi götürmüşəm, düşmüşəm çöllərə. İndi yer axtarıram ki, oturum yeməyimi yeyim. Özüm bir qab yemək üçün düşmüşəm çöllərə. Orada dayanacaq var. Bəlkə dayanacaqda yeyək. Soyuq da amma olsun. Qorxumdan tələs-tələs çıxdım, yol pul da götürmədim ki, avtobusa minək, avtobus da yeyək. Yumurtanın sadəcə sarısı gedəcək, getməyəcək. Mən normalda yeyə bilmirəm. Ebrucum sıçtık. Çörəksiz heç o deyil. Burada çox arada qalmışam ki, çörək yeyim ya yox. Hamı sarı olmadığını dedi. Mən də lavaş istədim. Sonra da dedim ki, özümü aldatmayım. Ağzıma biraz pişmiş atı. Avtobus da gəldi. Avtobusda da millət mənə baxır. Daha çox qısmağım gəlir. Mən yağı gitsəm, burada qaytaracağam. Bürməyimi çəkdin. Gördüyünüz kimi az qaldım və marketə bir-iki şey almağa getdim. Özüm üçün siyah yazmışam. Popket götürürəm bir dənə sarı. Sarı sok bundan götürürəm. Təbii ki, çipsiz olmaz. Bir dənə sarı Lay's götürürük. İndi siyahımızda nə qaldı? Biber, alma, banan. Bunları da tərəvəz bölməsindən alıb çıxırım. Amma biraz atışdırmalığa ehtiyacım var idi. Oh, biberimiz buradadır. Of. Bax deyirlər şirin biber var, acı biber var. Xəsə şirin biberdə niyə pesok yoxdur axı? Məncə şirin biber pesoklu olmalıdır. Quşun səsini eşidirsiniz? Mən ona tutanda quş dayandı. Cip xiyar. Quş nə quşudur? Mən cip deyib cizə sağırıram. Nəysə də yəqin ki eşitdiniz o quşun səsini. TikTokda videolar görürəm. Bu quşun səsini paylaşırlar. Deyirlər ki, axırıncı dəfə bizim uşaqlığımızda səsini eşitmişik. Görmüsən Sadiq? Görmüşəm. O nə videolardı ala? Sən kar olmusan ki eşitmirsən. Mən gül kimi eşidirəm quşların səsini. Popkeki saxlayıram, sayxanada yeyərik. Çəki göstərəm sizə nə qədər tutdu? 7 manat 63 qəpik tutdu. ƏDV-ni sizə verirəm uşaqlar. Kim götürə bilsə götürsün. Cipsimizdən yeyək. Bax qurbağa kimi yeyirəm. Bax. Konkret yedim beni. Haycan, YouTube verəm. Tanımırsan? İlkin Feyziyev. Eşitmirsən? Öpürəm səni. Nədir bizdəki sarı nədir? Bir dənə bura gəlin də. Sarıdır. Bugün biz sizinlə video çəkirəm. Sadəcə sarı məhsullar yeyirəm. Onlar sizin sıxarıqdan yeyim. Bu sayılır da sarıdır da qardaşım. Paketinə bax, göstər paketi. Konkret sarıdır uşaqlar. Ketçup da var. Ketçup nə rəngdir? Qırmızı. Hə, qırmızı şey onu yeyə bilməm. Gəl sizə cipsi verim. Al hadi, boğul. Uşaqlar öpürəm sizi. Abunə olarsınız. Hadi al qaqa, sıxarıq çox dadlı deyib, bir dənə buza götürüm də. Kimdən götürüm, səndən götürüm. Başqa nəyimiz qaldı? Bir dənə almamız qaldı. Ay bu uşaq bacarır da. İnanılmaz bir adam bu. Haydi alman gərək yuyardım. Mən uşaqlıqda da belə yerlərdən keçməyi xoşlayırdım. Merhabalar, uşaq qaldım burada ola. İnşallah su gəlir. Gəlir, əla. Özümü kənddə hiss edirəm. Bu arada uşaqlar, məncə bu alma sarı deyil, yaşıldır. Amma Sadiq də dedi sarıdır, qəbul elədi. Satıcıya da dedim, mənə sarı alma ver, bunu verdi. Bir. Meymunluq eləməyə başlayıram uşaqlar. İndi bədənimi görəcəklər, gözləyəcək. Ondan da biraz çəkinirəm. Sizə qaqavız fəndlər göstərəcəyik. Buranı axıra qədər geçsəm, bu videoya like atırsınız, kanala abunə olursunuz. Ama ayaqlar necə yerlər? Bunu tamamladığına görə meymunuza banan hədiyyə edirik. Bananı da götürə bilmirik. O tema var ya uşaqlar, banan yeyəndə güclənirsinizsə proteindir. Mən normalda purnik vura bilmirəm. İndi banan yedim. Görüm vura biləcəm ya yox. İnşallah Dubayda zatda olanda baxaram bu videolara, deyirəm mən sıraxanda olmuşam. Uşaqlar, mən normalda purnik vura bilmirəm. Görə indi vura biləcəm. Banan yemişəm.
Məndə niyə olmadı? Anlatsam şu derdi. Allahım, mən nə vaxt turnik vura biləcəm? Mən nə vaxt kişi olacam? Günorta yeməyinin vaxtıdır. Belə bir milli ortamda milli yeməyimiz olan aşı yeməsək olmazdı. Axır ki, doyacam deyəsən uşaqlar. Uf, mamam pişirib özdə. Sizə belə göstərim uşaqlar. Kişmiş də var özdə üzərində. Mən desəm bütün günü ancaq kişmiş yeyəcəm. Nə danışım yeyəm? Like atmağı, abunə olmağı unutmayın. Ən sevdiyiniz yeməyi də yorumlara yaza bilərsiniz. Mən bu videoların axırında çox arıqlayıram. Kameranı söndürəndən sonra bu aşı göməcəm nəyi var. Çayxanaya gedə bilərik, amma ondan öncə bayaq marketdən aldığımız saqqızımızı da İnşallah sarı çıxarsan nə olar. Sarı sayılır Murat bu. Yox. Nə yox, xəstəsən sən sap sarı deyir bu. Un var üstündə. Bax belə eləyirik, un gedir. Sinirəm. Yox, yemə. Ay, gülüm qara oldu ya sənin sadiqlə. Gedək çayxanaya uşaq. Mən nerede oynayırıq? Çay içəcəyik. Nə çay, çay sardı. Mən çay içəcəm, sən sokovu iç. Benim hayallerim uduzan limon yesin. Popkekimizi açaq. Al bu sənin. Sokla popkek yedizləri mən bilmirəm. Uşaqlar, bir dənə vəziyyətə baxın. Uşaqlar vəziyyətə baxın. 1-2 atsan çıxmırsan. Nə daşasam yəni aparatımda. So, indi nə edirik? Limonu yeyirik. Məndən olsa bütövüyə dizdirərdim sənə. Nəysə də, yazıqsan. Bu dəqiqə mənə cəzadan çox ödül oldu. Çünki sarıdan başqa nəsə elə bilməm. Sarı şey tapmaqda çox çətindir. Məcburən. Çay olar. Yox. İstəyirsiniz onu yarasın. Gəldik axşam yeməyinə. Yeyə biləcəyim bir şey qalmamışdı. Tələbələrin ən sevdiyi yeməklərdən biri olan Rolton yeməli idim. Amma mamam evdə rolton yediyimi görsə, evdə o qədər yemək var, sən rolton yeyirsən deyib məni öldürərdi. Ehtiyatlı olmalıydım. Roltonumuz hazırdır gördüyünüz kimi. Dadına baxın. Uf. Mamam gəldi deyəsən. Abunə olmağı unutmayın. Gözlə. Abunə olmağı unutmayın. May ayında Azərbaycan tarixindən bomba videosu gəlir. Bildirişləri də açın. Bu videoya baxıb kanalımdan çıxacaqsınız, amma digər videolarımı izləməyi unutmayın. Kanalımda sonsuz video var. Sıxılırsınızsa əyləncəli vaxt keçirdə bilərsiniz. Buradan görəsən nə çıxdı? Çox maraqlıdır mənə. Mənim əlim hələ də cəzaya öyrəşib. Krop giyin çıxdı. Krop giyin mənim əllərim də bağlıdır. Krop giyinsəm cəmaət çəp başa düşəcək. Kropumuz da buradadır uşaqlar. 3, 2, 1. Baxırıq. Məncə çox zor bulmuşam. İki rahatlık.